Ağalar, Genesis C70 2020-ci il 136 min mil probeglə patris dəyişilməlidir. Sol tərəfdə o belə bir iki dənə təsadüfü var. Sonra arxadan maşın təsadüfsüzdür. 2 motordur. Bir dənə burada batıqlar var, təmir olunacaq. Sol tərəfdən də qapının aşağısında batığı var. Salon qara dəri salondur. Lüku var. Salon isə bu vəziyyətdədir. Da şasi nömrəsi. Kim istəsə maşın bu gün müzayidədə. Ağalar, Mitsubishi Outlander 2023'dür. Maşın 4 çəkəndir. 72 min probegi, 7500 dolarla maşın bu gün müzayidəyə. Deməli, ön tərəfdən bir dənə krışqa lazım olacaq. Sol tərəfdənsə 2 qapı zədəsi ilə maşın gir müzayidəyə. Salona gəldikdə yan pərdə airbag, oturacağın airbagı partlayıbdır. 167 min kilometr probegi. Bu da salonu. Panorama lüku da var. Kim istəsə maşın bu gün müzayidədədir. Gözəl qiymətə müzayidən maşını sizlər üçün əldə eləyə bilərik. Gördüyünüz kimi all wheel drive'dır. 4 çəkən, 4 təkərin 4-də çəkir. Ağalar, Hyundai Elantra N 2023 bedona rəng. Maşın deməli təsadüf bir ön tərəfindəndir, bir də sol tərəfindəndir. 2 motordur, 10 min mil probeglə 7500 dolarla maşın bu gün gir müzayidəyə. Maşının ön tərəfdən yüngül təsadüfü var, bir dənə far asancaq, ablisovkası, buferi. Arxa tərəfindəki qapısında belə bir cızıqı var. Arxadan təsadüfsüzdür, N komplektasiyasıdır, sport komplektasiya gedir bu. Sport diskləri, zavod səs sistemi, gördüyünüz kimi sport oturacaqları, lüku, hər bir şey var. Maşın bu gün müzayidədə heç bir airbagı da partlamayıbdır. Kim istəsə əlaqə saxlasın, bugün gözəl qiymətə alaq maşın müzayidədən. Ağalar, Armada 2018-in Armadasıdır. Deməli, maşın 11.500 dolarla girir müzayidə, 112 min mil probeglə. Dubayda təmir olunmuş maşındır. 360 kamerası, Distronic radarı. Gördüyünüz kimi. Maşın hal-hazırda heç bir təsadüfü yoxdur. VIN nömrə buradadır. VIN nömrə ilə vurub təsadüfinə baxa bilərsiniz. 360 kamerası var. Salon qaradəri oturacaqlarla təchiz olunubdur. Maşın 4 çəkəndir. Lüku var. Hazır maşındır. Bu gün müzayidədə. Kim istəsə maşın axşam gecə müzayidəyə əlaqə saxlasın. Bunu müzayidədən gözəl qiymətə alaq. Polnu full komplektasiyadır maşın. 2024 BMW X5 motordur, 43 min mil probeglə 146 dirhəm, hardasa 40 min dolarla maşın gecə auksyona. Polnu full komplektasiyadır, S-Drive da arxa çəkəndir. 360 kamera ilə təchiz olunubdur. Qapılar bağlıdır, qara salondur, head-up display var, panorama lüklə. Maşın heç bir zədəsi yoxdur, hazır maşındır. Oturdun, sürdün. Sağ tərəfdən, sol tərəfdən, hər tərəfdən zədəsiz. Ağalar, Nissan Armada 2020-in Armadasıdır. 85 min mil probeglə 10 min dolarla maşın girir müzayidəyə. Polnu full komplektasiya, 360 kamerası, radar parktroniki. Sol tərəfdən maşın belə bir təsadüfü var. Krilo lazım olacaq, təmirə də yararlıdır. Bir ədəd qapı lazım olacaq, yan güzgüsü. Salona gəldikdə rulun, yan pərdə airbag, oturacağın airbagı partlayıbdır. 4 çəkəndir, lüku var. Gördüyünüz kimi 2020. Bu da arxa oturacaqları. Geniş belə bir arxa oturacağı var. Maşın bu gün müzayidədə. Kim istəsə əlaqə saxlaya bilər. SL komplektasiya ilədir. Ağalar, Infiniti GX80 85 min mil probeglə 5500 dolarla maşın girir müzayidə, 360 kamerası, 4 çəkəndir. Maşın ön tərəfdən çatışmayan detalları var. Salondan ağdəri salondur, heç bir airbag atmayıbdır. Lüku var. 4 çəkəndir. Maşın bu gün müzayidədə, gözəl qiymətə müzayidən bunu almaq olar. Şasi nömrəsi burada qeyd olunubdur. Arxadan da ki maşın təsadüfsüzdür. Bedona rəng maşındır. Kim istəsə maşın bu gün müzayidədə, gözəl qiymətə müzayidən alaq bunu sizlərə. Ağalar, Armada 2017-ci ildir maşın.
Maşın 1700 dollardan girir müzayidəyə. 89.000 mil probeglə 360 kamerası var, radarı var. Təsadüfsüz maşındır. Bir ona renkdir. Qara dəri salonla, lüku var, 4 çəkəndir. Arxa tərəfdən maşında heç bir təsadüf yoxdur. Gördüyünüz kimi hazır, gözəl maşın. Ağalar, Mercedes G-Class G63 AMG 2025'dir. Maşın 142.000 dollarla bugün girəcək müzayidəyə. Gördüyünüz kimi təsadüfi ön hissədəndir. Bir dənə bamper lazım olacaq, bir də yan yüzgüsü, bir də krılosunda kraskası olacaq. Krılo yensən əvəz olmalıdır. Salona gəldikdə qara dəri salondur. Rulun airbagı, yan pərdə airbag, bir də şitin airbagı atıbdır. Lüku var, dəri oturacaqları. Vinkod burada qeyd olunubdur. 4 motordur. Maşının arxadan heç bir təsadüfi yoxdur. G550'dir maşın, G63 deyil, G550. Sağ tərəfdən də ki, maşın təsadüfsüzdür. Kim istəsə əlaqə saxlasın. Ağalar, günümüzün gözəl Genesislərdən biri. Genesis G72 motordur, 2021'də 61.000 mil probeglə 9500 dollarla maşın girir müzayidəyə. Maşında bir ədəd ablitsovka, bufer lazım olacaq, bir dənə də faras. Kapot təmirə yararlıdır. Sol tərəfində heç bir təsadüf yoxdur. Qapılar bağlıdır maşında. Arxa tərəfdən də ki, maşın təsadüfsüzdür. Sağ tərəfdən də ki, heç bir təsadüf yoxdur. Sadə komplektasiyadır, arxa çəkəndir. Qara salonla. Bu da VIN nömrəsi. Qurtuluş qiyməti təxminən olacaq hardasa 12.000 dollara.